Hörmətli həmkarlar, 6-8 may tarixində universitetimizdə təşkil olunmuş Sağlamlıq və Texnologiyanın Zirvəsi Beynəlxalq Konqresinin çərçivəsində 6 may tarixində Tədris Cərrahiyyə Klinikasında tərəfimizdən təşkil olunacaq prostat vəzinin transuretral rezeksiyası və təməl laparoskopiya kursuna bütün rezidentlərimizi dəvət etmək istəyirəm. Bildiyiniz kimi, həm universitet, həm kafedra tərəfindən belə praktiki kurslar daima təşkil olunur. Hər 2 aydan bir biz rezidentlər üçün praktiki əl vərdişlərini nəzərə tutan kurslar, laparoskopik kurslar, donuz modelində laparoskopik kurs, endouroloji kurslar davamlı olaraq təşkil olunur. Bu, rezidentlərimizin tədrisində teoretik biliklərlə yanaşı praktiki vərdişlərin də öyrənməsinə böyük töhfə verir və gələcəkdə ixtisaslaşmış həkim işləyəndə bizim bu kursların hesab edirəm ki, böyük əhəmiyyəti var. Biz bu istiqamətdə daima çalışmalarımızı davam etdirəcəyik.